Son xəbər.az istinadən xəbər verdik ki, Rusiyada yaşayan erməni Azərbaycan bayrağını tapdalayıb və fotonu sosial şəbəkələrdə paylaşıb. Bu paylaşımdan sonra gənc erməni Azərbaycanlılar tərəfindən tapılıb və bu təhqirə görə dizləri üstə çöktürülərək üzr istəyib. Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun şöhrət ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalıoğlu Novruzov şöhrət ordeni ilə təltif edilib. Qeyd edək ki, bugün Siyavuş Novruzovun 50 yaşı tamam olur. Bir neçə gün əvvəl bəzi kütləvi informasiya vasitələrində sürücü olmayan tələbəyə avtobus sürücüsü adı ilə 3 cərimə yazılması barədə məlumat yayılıb. Qafqaz.info xəbər verir ki, bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb. Bildirilir ki, bu hadisənin baş verməsi texniki yanlışlıq ucbatından olub. Belə ki, sürücülük vəsiqəsinin seriyası AE 91 59 54 olan Hüseynov Məhəbbət Bakiroğlu idarə etdiyi Dayvo markalı 99SA 857 dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozduğu üçün barəsində 3 inzibati protokol tərtib edilib. Lakin yol patrul xidməti əməkdaşlarından biri həmin protokolları qərarlaşdırarkən səhvən sürücülük vəsiqəsinin seriyası AE 91 59 64 olan Zərdab rayon sakini Eminov Nurəddin Bəhluloğlu'nun adına qərar qəbul edib. Məhz buna görə də həmin cərimələr Ucar rayon sakininin ünvanına gelib. Tələbə haqlı olaraq narazılığını bildirib. Lakin təəssüflər olsun ki, o ilk növbədə dövlət yol polisinə rəsmi qaydada müraciət etməkdənsə kütləvi informasiya vasitələrinə üst tutub. Bununla belə dövlət yol polisi həmin məsələni dərhal araşdırıb və texnik isə aradan qaldırılıb. Yəni əslində səhv olan bir rəqəm olub ki, bu da aradan qaldırılıb. Cərimələr Hüseynov Məhəbbət Bakiroğlu'nun adına rəsmiləşdirilib və məsələ öz əlini tapıb. Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qafqaz.info-ya verilən məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-una keçən gecədən başlayaraq 20-sinədək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, yağıntının sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq. Arabir 23-25 metrədə güclənəcək. Fevralın 19-unda havanın temperaturu ötən günlərlə müqayisədə -6-8 dərəcəyə enəcək. Gün ərzində 2 dərəcəyə yaxın isti olacaq. Xəbərdarlığa görə ölkə ərazisində fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Bəzi şimal və şərq rayonlarında yağıntının intensiv olacağı bildirilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək. Fevralın 19-unda havanın temperaturu ötən günlərlə müqayisədə -5-7 dərəcəyə enəcək.